Bu yaxınlarda Nəfəs dedi ki, 3 sənətkara müraciət etmişəm öyrənmək üçün. Mənə deyiblər, vaxtım yoxdur. Aha. Sonra Təyyar Bayramova müraciət etdik, elə Nəfəslə bərabər. Təyyar müəllim də dedi ki, sevə-sevə. Və Zabit Nəbizadəyə müraciət etsəydə, Zabit Nəbizadə nə cavab verərdi? Canla başına. Canla mı? Bəs elə bir populyar... Yəni təmənnasız olaraq, niyə görə? Əvvəla Nəfəs xanım, mən deyərdim ki, populyar müğənnilərdən biridir. Yəni xalqın gündəmdə olan da... Bəli. Xalqın əgər o xeyir işlərində o hamı çağırırsa onu, bəli, gedib orada oxuyursa, bəyənirsizmi oxumağına Nəfəs? Gedib əgər orada oxuyursa, o qədər olub ki, populyar müğənnilərdir, qəşəng el şənliyinə düşüb, bir də görsən ki, kimisə ürək istəyir ki, ya bir qardaş qəzəli, ya ata qəzəli oxutmaq istəyir də,